Bugün bütün günümü bölüşmüşəm sizlə. İşlərimi bitirdim. Çox yorğun bir günüm olub, qaça-qaç. Gəldim evə. Dolma bükürəm. Yəni artıq saat 1-dir. Amma eləməliyəm, çünki sabah işdəyəm. Və yeməyimiz yoxdur. Əti hazırlayıb qoymuşdum günortadan. Demişdim ki, işlərimi bitirim. Ondan sonra gəlib dolma bükəcəm. Belə, sabah tezdən efirdəyəm. Gözlərim yumulur. Amma məcburam. Belə, siz yatın. Mən dolmamı büküm, sonra yatacağım. Hələ indi başlamışım özüm. Sevirəm dolmanı, bükməyi də sevirəm. Özdə dolmanı o soyuq soyuducudan götürüb yeyirsən, qızdırmadan. Bir başqa sevdim. Bir dənə bu yarpaq açmaq məsələsi olmasaydı, terapiya kimi gələrdi səhər axşam. Amma yarpaq açmaqdan zəhləm gedir. Özü zəhləm yox, zəndəyi zəhləm gedir. Anam da maşallah bir yarpaq alıb ki, bildiyin, yəni ipəkdir də, ipək. Yarpağa toxunursan deyir, ay, ürəyim getdi. Sən canım bu yarpağa baxan, bu güc bəlayla açıram mən bu yarpağı. Açanda belə o qədər zərifdir, o qədər nazikdir, ay Allah. Nəysə, işim uzundur mənim. Bəxtəvərlər, yatsınlar qoy bəxtəvərlər. Yorğunluqdan gözüm yumulur. Saat 3 oldu, dolmaları büktüm, bitirdim. Bunu indi bir burun qaynadacağım. Yəni heç olmasa biraz pişsin, özünü tutsun, sonra çəkəcəm kənara. Sabah işdən gələndən sonra bişirəcəm. Tam. Bunu isə buzluğa qoyacağam. Bunu da buzluğa qoyacağım, qalsın. Nə vaxt istəyəndə götürüb rahat bişirməyə. Belə şüşə qaba yığdım, saxlayıram. Tıngılı tıngılı.